Deməli, sizə bir şəxs haqqında danışacağım. Dəyərli izləyicilər, Leysan Məmmədov. Bu video bizə yeri gəlmişkən YouTube kanalımızda da yerləşdiriləcək. Deməli, sizə Demokrat Az saytına istinadən Leysan Məmmədov haqqında bir material təqdim edirəm. Leysan effekti adlı materialdır. Leysan effekti 14 milyonluq yeyinti üzə çıxıb və faktlardan danışılır bu materiallarda. Leysan Məmmədovun adı çəkiləndə təsəvvürdə dövlətə xidmət yox, büdcə vəsaitlərinin Leysan kimi axıb talanması canlanır. Buna səbəb Hesablama Palatasının rəsmi audit sənədləri, illərlə yığılıb qalmış rəqəmlər və milyonlarla manatlıq yeyinti faktlarıdır. Gənclər və İdman Nazirliyində tikilməkdə olan obyektlərin müdiriyyətinə rəhbərlik etdiyi 15 il ərzində Leysan Məmmədovun imza atmadığı tikinti qalmayıb və materialda qeyd olunur ki, Şəmkirdən Astaraya, Sumqayıtdan Qəbələyə qədər ucalan Olimpiya komplekslərinin hər kərpici bu maxinasiyalara, necə deyərlər, şahidlik edib. İşğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliklərinin yaradılması sadəcə idarəçilik islahatı deyildi. Bu addım illərdir yerli icra hakimiyyətlərində kök salmış korrupsiya mexanizmlərini, özbaşınalığı və büdcə talanını dayandırmaq, şəffaflığı bərpa etmək məqsədi daşıyırdı. Dövlət başçısının əsas hədəfi şəhid qanı ilə azad olunan torpaqlarda hər qəpiyin yerinə xərclənməsini təmin etməkdir. Lakin Qarabağ İqtisadi Rayonunda bərpa, tikinti və idarəetmə xidmətinin icraçı direktoru Leysan Məmmədovun fəaliyyəti bu ali məqsədlərə kölgə salan faktlarla gündəmə gəlib. Leysan Məmmədovun adı bizə və hüquq mühafizə orqanlarına heç də yad deyil. Biz deyərkən media nəzərdə tutulur. Gənclər və İdman Nazirliyində 15 il ərzində tikinti sektoruna rəhbərlik edən Məmmədovun fəaliyyəti Hesablama Palatasının audit hesabatlarında yeyinti və maxinasiya faktları ilə əks olunub. İddialara görə Olimpiya komplekslərinin inşasında milyonlarla manatın mənimsənilməsinə görə ölkədən çıxışına stop qoyulub. Görünən odur ki, Məmmədov öz zəngin təcrübəsini indi də Ağdam, Füzuli və Xocabənddə tətbiq etməyə başlayıb. Yer gəlmişkən Salih Məmmədovla bağlı bir vaxtlar belə həyəcan siqnalları çalınırdı. Sonradan məlum oldu ki, söhbət 14 milyondan, 15 milyondan yox, 1 milyarddan gedir və ümid edək ki, bu məsələlər də daha dərindən araşdırılacaq. Belə ki, Leysan Məmmədovun rəhbərlik etdiyi qurumun fəaliyyətində aşkar olunan mənimsəmə faktları təmir bərpa adı altında milyonlarla vəsaitin necə buxarlandığını ortaya qoyur. Əsas ittihamlar ümumi dəyəri 25 milyon manatı ötən 3 iri müqavilənin Platin MMC-yə həvalə edilməsi ilə bağlıdır. Ortada 25 milyon manatlıq 3 nəhəng müqavilə və bu pulların idarə olunduğu maraqlı şəbəkə var. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri Rizvan Vəliyevin bacısı oğlu İsfəndiyar Məmmədov olsa da iplərin qurum rəhbəri Leysan Məmmədovun oğlu Elnur Məmmədovun əlində olduğu deyilir. Yəni, hər şey necə deyərlər, ev içində, ailə daxilində həll olunur. Sxemin ən heyrətamiz hissəsi isə evlərin kateqoriyalara bölünməsi zamanı üzə çıxır. Yüngül kosmetik təmirə ehtiyacı olan A kateqoriyalı evlərin kvadrat metri üçün ilkin olaraq 150 manat nəzərdə tutulduğu halda sənədlərdə bu rəqəm 350 manata qaldırılıb. Təxminən 2 dəfədən də çox belə deyək qaldırılıb. Hər kvadrat metrdə yaranan 200 manatlıq süni fərq dövlət büdcəsinə 14 milyon manatdan çox ziyan vurulması deməkdir. Həmkarlarımız da ki, biraz şişirdirlər, 200 manat çörək pulu götürdülər də oradan kişilər. Yəni, niyə belə bunu yazmışsınız? Bundan əlavə 2025-ci ilin yanvarında Ağdam şəhərində yaşayış massivlərinin tikintisi ilə bağlı keçirilən tenderlərdə daha sərfəli qiymət təklifləri olmasına baxmayaraq SMTS MMC qalib elan edilib. Deməli, müqayisələr göstərir ki, digər şirkətlərin təklifləri ilə fərq ümumilikdə 8 milyon yarım manatdan çoxdur ki, bu da dövlət büdcəsi üçün əlavə yük hesab olunur. Bəlkə də bu şirkət onu daha keyfiyyətli eləyəcəkdir, ona görə 8 milyon yarım artıq deyiblər. Nəticədə ortaya 20 milyon manatdan çox yoxa çıxan vəsait çıxır. Bu qədər pulun necə əridiyini görmək üçün uzağa getmək lazım deyil. Evlərin təmirə başlamazdan əvvəlki fotoları ilə indiki sənədləri üzə qoyanda hər şey
gün kimi aydın olur. Görəsən bu qədər aşkar mənimsəməyə imza atanlar hansı məntiqlə hərəkət edirlər? Dövlətin vəsaitini bu qədər rahatlıqla şəxsi maraqlara qurban vermək sadəcə qanun pozuntusu deyil, həm də böyük məsuliyyətsizlikdir. Görünür, bəziləri üçün Qarabağın bərpası müqəddəs vəzifə olmaqdan çıxaraq, bəziləri yox, hətta deyərdim bir çoxları üçün növbəti tender poligonu və büdcə talanı fürsətinə çevrilib. İllərlə müxtəlif vəzifələrdə dövlətin milyonlarını mənimsəyənlər hələ də eyni ssenarilərlə hərəkət edirlər və quruculuq işlərinə gölgə salmaqdan başqa bir fəaliyyətləri yoxdur. Amma unutmaq olmaz ki, şəhid qanı ilə alınmış torpaqlarda qurulan hər bir binaya görə mənimsənilmiş hər qəpiyin hesabı gec-tez sorulacaq. Əgər burada deyilənlər həqiqətdirsə, mən çox ümid edirəm ki, bu məbləğ Salih Məmmədov məsələsindəki kimi 1 milyarda çatmamış, belə deyək, qarşısı alınacaq və burada qeyd olunur ki, bu materialın ardı var və təbii ki, ardı olsa, həmin o hissəni də necə deyərlər, diqqətinizə təqdim edəcəm. Dəyərli izləyicilər,